Deməli uşaqlar, davamında mən sizə izah edəcəm median, tənbölən, hündürlük. Gəlin birinci başlayaq hündürlükdən. Hündürlük nədir? Hündürlük təpədən çıxıb qarşı tərəfə perpendikulyar endirilən düz xəttə deyirlər. Bir üçbucağın 3 dənə hündürlüyü olur. H-a desək A təşəkkil hündürlük. B təşəkkil hündürlüyə HB desək. C təşəkkil hündürlüyə də HC desək. Burada hansı qayda var? Burada da tərəflə hündürlük arasında belə bir qayda var ki, tərəflər nə qədər böyük olursa, hündürlüklər o qədər kiçilməyə başlayır. Yəni bucağın tərsinədir. Sonra deməli burada əsas məsələlərdən biri də ki, biz bunu yazandan sonra hündürlük haqqında burada elə bir hər hansı bir xüsusi bir qayda yoxdur. Sadəcə biz hündürlükdə nə istifadə edirik? Sahə tapmaqda. Sahə nəyə bərabərdir? A vur HA böl 2. Ya da ki B vur HB böl 2. Ya da ki C vur HC böl 2. Bunlar da bərabərliyindən biz hər dəfə 2-yə vursaq, AH bərabər BHB bərabər CHC alarıq. Ümumiyyətlə, bəs hündürlük necə tapılır? Hündürlüyü tapmaq üçün biz sahəni bilməliyik. Bir üçbucağın 3 dənə tərəfi məlumdursa, onun sahəsi necə tapılır? Gəlin ona baxaq. Heron düsturu ilə tapırıq. Heron düsturu necə tətbiq edirik? Birinci perimetr tapılır. Amma hansı perimetr uşaqlar? Yarım perimetr. Yarım perimetr nəyə bərabərdir? A üstəgəl, B üstəgəl, C böl 2-yə. Sonra biz buradan S bərabər kök altında həmin qaydanı tətbiq edirik. Qaydamız nədir uşaqlar? Yarım perimetri vururuq. Bir dəfə bir tərəfi çıxırıq. Sonra ikinci tərəfi çıxırıq perimetrdən. Sonra üçüncü tərəfi çıxırıq, yazırıq. Gəlin elə biraz sadə bir misal yazaq buna. Məsələn, bir dənə üçbucaq götürmüşük. Tərəfləri məlum olan 6, 8, 10-dur. Təbii ki, ümumiyyətlə sahəni bəzi elə olur ki, üçbucaqlar var ki, daha asan tapmaq olur. O da ki, təbii ki, rəqəmlərin asıdır. Əslində biz bu rəqəmləri Pifaqor ədədləri olaraq görürük. Amma sadəcə bəzi elə olur ki, Pifaqor ədədləri olmur, normal fərqli ədədlər olur və biz oradan ədəd tapmalıyıq, cavab tapmalıyıq. O halda Heron düsturunu tətbiq edirik. Heron düsturu nədir? Dedik, birinci nə tapılır uşaqlar? Yarım perimetr. 6 plus 8 plus 10 bölü 2 neçə eləyir? 24, 12, bəli. Sonra S tapanda da neydik? Birinci S-in özünü, perimetrin özünü yazırıq 12-ni. Sonra çıxıram 6-nı yazıram, yəni 6. Sonra 8-i çıxıram, yazıram 4. Sonra da onu çıxıram, yazıram 2. Biz buradan kök altı çıxartmaq üçün parçalayıram. 2 dəfə 6 yazıram. Bunun elə özü 6-dır. Bunun özü elə 4-dür. Bunun özü elə 2 yazıram, saxlayıram. 6 ilə 6-dan bir dənə 6 çıxardıram. Buradakı 2 dəfə 2-dən 4 eləyir, oradan 2 çıxır. Bu 4-dən də nə çıxır? 2 çıxır. Və beləliklə cavab olur 24. Bu qədər. Bu da oldu bunun nəyi? Sahəsi. Sonra, tutaq ki, sən desəydi ki, bunun böyük tərəfə çəkilmiş hündürlüyü tap, məsələn, bunu tap. Təbii ki, gedirdim, bu düsturdan istifadə edirdim. Yəni, S bərabər AH böl 2-dən. Yəni, nə yazıram? 24 bərabər 10 vurulsun H böl 2. Mən burada H tapmaq üçün H bərabər 2-ni vururam 24-də 48, bölürəm, ona tapıram 4,8. Uşaqlar, indi bu biraz uzun üsuludur, amma elə suallarda rəqəmləri elə verirlər ki, məcbur olursan Heronla tapasan. Ona görə mən bir dənə indi kimsə deyər, ay müəllim, burada mən axı görürəm bu düzbucaqlı, üçbucaqdır. Axı düzbucaqlı üçbucağın sahə düsturu var 6 vur 8 böl 2. Yəni 6-ı 8-ə vurub 2-yə bölsə də cavabı 24 alırsan. Sadəcə rəqəmlər elə rəqəmlər olur ki, bu Pifaqor ədədini verir. Artıq Pifaqoru görən kimi biz digər düsturlardan istifadə edirik. Onu da gələcəkdə keçəcəyik. Yəni biz düzbucaqlı keçəcəyik orada. Yəni amma bunlar məsələn biri olsun 10, biri olsun 17, biri olsun 25 gəlin görüm yazı cümlətə yazırsan. Onda nə ilə yazırıq? Heronla yazırıq. Bu oldu hündürlük.